Ağrınız yoxdur, sidiyə gedərkən hər hansı bir probleminiz yoxdur, amma ki, təsadüfən sidiyinizdə mikroskopik şəkildə qan görülüb, rutin analizlərdə və yaxud da gözlə görülən şəkildə sidiyinizdə qan var. Bu nəyin əlamətidir? Bir uroloq olaraq mütləq dərəcədə mən sidikdə qan görəndə ilk başda ağlıma gələn sidik kisəsi onkologiyalarıdır. Əgər pasiyent siqaret çəkirsə və yaxud da kimyəvi boyalarla çox yaxın şəkildə təmas eləyirsə və yaxud da radiasiya ilə işləyirsə, sidik kisəsində onkologiyanın olma ehtimalı çox yüksəkdir. Bu zaman biz mütləq dərəcədə uzini istəyirik və eyni zamanda da əgər pasiyentdə hər hansı bir sistit, yəni sidik kisəsi iltihabı yoxdursa, mütləq dərəcədə sidik kisəsinə baxılmalıdır. Əgər sidik kisəsinin içərisində hər hansı bir kitlə və yaxud da xoşa gəlməz bir sahə görülürsə də, onun da sürətli müdaxilə ilə götürüb bunun doğrudan da ki, onkologiya olub-olmadığı mütləq dərəcədə baxılmalıdır. Əgər siz uzun müddətdir siqaret çəkirsinizsə və yaxud da boyalarla çox yaxın işləyirsinizsə və sidiyinizdə mikroskopik şəkildə qan görürsünüzsə, mütləq dərəcədə uroloqa yaxınlaşmalısınız ki, bunun gələcəkdə doğura biləcəyi fəsadları indidən qarşısını ala biləsiniz.